Salam, hər vaxtınız xeyir olsun. Mədəniyyət mövzusunda xəritə suallarını izah edəcəm əvvəl. Baxırıq 27-ci suala. 27-ci sualda xəritədə göstərilib 12-ci əsr inşa olunmuş Darülmülk memarlıq abidəsinin yerləşdiyi ərazini müəyyən edin. Darülmülk memarlıq abidəsi Naxçıvan şəhərində yerləşir. Bu da Şeyx Əcəmi Əbubəkiroğlu tərəfindən, yəni mühəndislər şeyxi tərəfindən Naxçıvanın çiçəklənmə dövrüdür. Yəni biz bilirik ki, Naxçıvan Eldənizlər dövləti ilk dəfə Eldənizlər dövlətinin paytaxtı olub, Şəmsəddin Eldəniz. Yəni paytaxt olub 1136-dan 1175-ci ilə kimi. Naxçıvan şəhəri Orta Turuz dövründə ilkin şəhər mərkəzləri yarananda mövcud olub. Yəni 4000 ildən çox yaşı var. Memarlıq abidələrində əksəriyyəti burada cəmləşmişdir. Burada 5 memarlıq abidəsi var ki, bu 12-ci əsrə aiddir. Darülmülk sarayı və yaxud da Eldənizlər sarayı, Qoşa minarə və yaxud da sonra Cümə məscidi, bundan başqa Yusif ibn Küseyir türbəsi, Möminə xatun türbəsi. Deməli, iki türbə var ki, bu sırf aiddir Naxçıvan, adam adı varsa, iki türbə 12-ci əsr Naxçıvanda. Əgər türbələrin qarşısında adam adı yoxdursa, bu aid olacaq 13-14-cü əsr Naxçıvan və yaxud da digər ərazilərə. Deməli, Darülmülk sarayı yerləşir Naxçıvanda. Naxçıvan da bildiyimiz kimi 2 rəqəmi ilə göstərilib. Cavab olacaq Y bəndi. Növbəti suala keçək. 28-ci sualda deyir ki, 13-14-cü əsrlərdə inşa edilmiş Gülüstan türbəsinin yerləşdiyi ərazini müəyyən edin. Mən bundan əvvəlki sualda bir cümlə qeyd etdim. Dedim, əgər türbələrin qarşısında adam adı olarsa, məsəl üçün Yusif ibn Küseyir, Möminə xatun, bu 12-ci əsr Naxçıvandır. Olmazsa 13-14-cü əsr Naxçıvan və digər ərazilər olacaq. Burada biz baxırıq. Gülüstan türbəsi yerləşir Naxçıvanda. Yenə Gülüstan qalası. Bu 1 hansı ərazidir? Naxçıvan. 5 Şamaxıdır. 3 Bakıdır. Nəyə görə bunlara dairəyə aldım? Deməli, 1-də türbədir. Gülüstan türbəsi. 5-də Şamaxı ərazisində Gülüstan qalasıdır. Saraylar yadınızda qalsın. Yerləşir Bakıda. Gülüstan sarayı 20-ci əsrin 80-ci illəri 3 rəqəmi ilə göstərilmiş Bakı şəhərində yerləşir. 5 Şamaxı şəhəridir. Orada Gülüstan qalasıdır. Türbə söz görsöz, yəni Gülüstanın yanında olacaq Naxçıvan şəhəri. Növbəti sual deməli 29-cu sualdır. 29-cu sualda yazıb ki, 15-ci əsrdə inşa edilmiş Şirvanşahlar sarayının yerləşdiyi ərazini müəyyən edin. 15-ci əsr Şirvanşahlar sarayı və saray bayaq qeyd etdim bundan əvvəlki testdə. Dedim, çoxları Bakıda yerləşir. Bu 3 rəqəmi ilə göstərilmişdi. Uşaqların çoxu bunları qarışdırırlar. Yəni sarayla Bakının şərq darvazalarını. Yadınızda bir açar söz qalsın. 15-ci əsr Bakı Şirvanşahlar sarayı Bakıda yerləşir. Amma şərq darvazaları 16-cı əsrdə bu da Bakıda yerləşir. Necə yadınızda saxlayırsınız? Əvvəl saray inşa olunar, sonra şərq darvazaları, yəni açar söz olsun deyə deyirəm, sonra darvazası, yəni qapısı qoyurlar. Ona görə 15 Şirvanşahlar sarayıdır, 16 isə Bakı şərq darvazalarıdır. Keçirik növbəti sual 30-cu suala. 30-cu sualda bizdən soruşur 17-ci əsrdə Şah 1-ci Abbas tərəfindən inşa olunmuş Cümə məscidinin yerləşdiyi şəhəri müəyyən edin. Deməli, bir çox cümə məscidləri var bəzi ərazilərdə. Burada 2 ərazisində, Şamaxı ərazisində cümə məsciddir. Bu 7-8-ci əsrə aid olan cümə məscididir. Naxçıvanda cümə məscidi var. Bu aiddir 12-ci əsr. Bir də Şah Abbas tərəfindən inşa olunmuş cümə məscidi bu Gəncədə yerləşir. Gəncə şəhərində yerləşən bu cümə məscidi 17-ci əsrə aid olacaq. Bunu necə yadınızda saxlayırsınız? Şah Abbas hakimiyyətdən nə vaxt gedir? 1629-da. Deməli, həmin ili əsrə çevirirsiniz. Yəni, Şah Abbas sözünü görsəniz, 17-ci əsr memarlıq abidəsinə aiddir. Keçirik növbəti sual, 31-ci sualdır. 31-ci sualda yenə 17-ci əsr Hind atəşpərəstlərinin tikdirdiyi məbədin yerləşdiyi ərazini müəyyən edin.
17-ci əsrdə bu Bakı şəhərində yerləşir. 2 rəqəmi ilə göstərilmişdi və 17-ci əsr memarlıq abidələrinə aiddir. Suraxanında atəşgah, yəni bunu göstərir. Sonra Ordubadda Qeysəriyyə bazarı, Şah Abbas məscidi və digər memarlıq abidələri aiddir. Bundan başqa keçək 32-ci suala. 32-ci sualda bizə deyir ki, Qaraqoyunlu Cahanşahın hakimiyyəti dövründə tikilmiş Göy məscidin yerləşdiyi şəhəri müəyyən edin. Deməli, Göy məscid var 1465-ci ildə Təbriz şəhərindədir. Bu Təbriz şəhəri çox mühüm şəhərdir. Urmiya gölünün şərqində yerləşir. Azərbaycan tarixində 7 dövlətin paytaxtı olub Təbriz şəhəri. Birinci ilk dəfə Rəvvadilər, ikinci Qızıl Arslanın dövrü Eldənizlər, üçüncü Hülakülərin dövrü Hülaküxanın dövrü Təbriz. Təbriz 2 dəfə Hülakülərin paytaxtı olur, amma ilk paytaxtı olmur Hülakülərin. Sonra 4-cü Cəlalilərin Şeyx Hüveys 1359-da köçürdü. 5-ci Qaraqoyunlu, 6-cı Ağqoyunlu və 7-ci Təbriz şəhəri paytaxt olmaqla Şah 1-ci İsmayıl 1501-ci ildə Təbriz şəhərini paytaxtı olan Səfəvilər dövlətinin əsasını qoymuşdu. Bu Təbriz şəhəri, yəni Səfəvilərdə Təbriz dövrü var, 1501-1555-ə kimi mövcud olmuşdu. Demək olar Təbriz şəhəri çox mühüm memarlıq abidələrinin yerləşdiyi şəhərlərdən biridir. Burada 15-ci əsr memarlıq abidələrinin əksəriyyəti bu şəhərdədir. Təbriz şəhəri həmçinin burada yerləşir Nəsiriyyə bazarı, Təbrizdə Qeysəriyyə bazarı. Bir var Qeysəriyyə bazarı Təbriz, bir var Ordubad. Ordubad 17-ci əsr aiddir. Təbrizdəki 15-ci əsr Qeysəriyyə bazarıdır. Sonra Uzun Həsənin, yəni Həsən padşahın məscidi mövcuddur burada. Sonra Həşbeş sarayı Yaqub padşaha aid olan ərazi Təbriz şəhərindədir. Yəni çox mühüm bir ərazidir bu şəhər. Onun üçün Göy məscid bir var Qaraqoyunlu Cahanşah tərəfindən 1465. Bir də Göy məscid var. O aiddir xanlıqlar dövrünə İrəvan şəhərində. İrəvan şəhəri də yerləşir bu hissədə Göyçə gölündən, yəni sol tərəfə. Həmin Göyçə gölündən sol tərəfdə yerləşən bu İrəvan şəhərində Göy məscid 1764-cü ilə aid olacaq. Bizdən burada Təbrizdəki, yəni Cahanşahın tərəfindən əsası qoyulan Göy məscid soruşulduğuna görə burada cavab 5 olacaq. Cavab D bəndi olacaq.